Təşəkkür etmək çox gözəl bir davranışdır. Ancaq həddindən çox təşəkkür etdiyi zaman insan öz sərhədlərini pozur, özünü ikinci plana atır və digər insanları məmnun etməyə həddindən çox fokuslanır. Bəs nəyə görə insan digərlərini məmnun etmək üçün bu qədər çox təşəkkür edir və yaxud edilən yaxşılıqların qarşılığında özünü borclu bilir? Çünki zamanında böyüdüldüyü çevrədə sevgini şərtli şəkildə almağı öyrənib. Sevgiyə layiq olmaq üçün hər hansısa xüsusiyyətlərə malik olmalı və yaxud nələrsə əvəzində nələrsə etməli olduğunu öyrənib və nəticədə öz gözündə öz dəyəri azalıb. Öz dəyərini artırmaq üçün isə digər insanların məmnunluğunu qazanmağa həddindən çox fokuslanır. Bəs insan öz dəyərini artırmaq üçün nə etməlidir? Əslində digər insanlardan məmnunluq, sevgi, diqqətlə insan şəxsi dəyərini artıra bilmir. Öz nəzərində öz dəyəri aşağı olduğu üçün özü ilə bağlı olan düşüncələrini öz daxilində dəyişməsi lazımdır. Ona dəyər qazandıracaq xüsusiyyətlərini müəyyən etməsi, özünü yenidən kəşf etməsi önəmlidir.